Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Ee, Tarix Hasan İzaddə kanalında sizi yenidən xoş gördük. Bildiyiniz kimi bu günləri OTK yeni sınaq imtahanı keçirmişdir və biz bayaqları 11-ci sinif üzrə sualların izahını verdik. İndi isə 10-cu sinif suallarının izahını verəcəm. Videoya keçməmişdən qabaq e, hər birinizdən xahiş edirəm ki, videoya like düyməsini sıxın və əgər bu sualları işləmək istəyirsinizsə, açıqlama qismində yerləşdirilən e, Telegram linkinə daxil olun. Həmçinin mən bu sualları hazırladığına görə Tərlan Dadaşova da təşəkkürümü bildirirəm. Onun Telegram kanalından götürülüb bu suallar. Və belə keçək suallara. 31-ci sual. Nə deyir burada? 15-ci əsrin ilk 10 illiyində Şirvanşahlar dövləti, yəni 1510-cu ilə qədər, bizdən 10-a qədər, Dərbəndlər sonrası tərəfindən idarə olunmağa başladı. Bu səhvdir. Teymurun Osmanlı dövlətinə qarşı müharibəsində iştirak etmişdir. Bəli, cavab budur burada. 1402-ci ildə iştirak edib. Frank dövləti və Xəzər xaqanlığının oxşar cəhətini qeyd edin. Frank dövləti və Xəzər xaqanlığının oxşar cəhəti nə ola bilər? Baxaq. Roma imperiyası ilə diplomatik əlaqələrin qurulması. Roma imperiyası ilə diplomatik əlaqələrin qurulması. Frank dövləti dövründə Roma imperiyası yox idi. Bizans olsaydı ola bilərdi. Eyni əsrdə süqut etməsi, xeyr, Xəzərlər 965-də süqut edib. Ərəb dövləti ilə müharibə aparması. Bəli, cavab budur burada. Patiyə döyüşü və 8-ci əsr boyunca davam edən Xəzər-Ərəb müharibələri. Cavab C-dir burada. Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhəti müəyyən edin. Baxaq. Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhət. Roma ilə diplomatik əlaqələrin saxlanılması. Bəli, cavab budur. Roma ilə hər ikisi diplomatik əlaqələri saxlayıblar. Düzdür bu. Sonra deməli keçdik burada 34-cü suala. Deyir cədvəldəki hansı hadisələrin nömrələrinin yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır. Belə testlərdə gərək mütləq biz qabağından illəri yazaq. İsmayılıda Cavanşir qalasının inşa edilməsi. Bu 7-ci əsrdir. 7-ci əsr. Əlincə qalasının inşa edilməsi. Əlincə qalası bu deməli 9-11-ci əsrlərdir. 9-11. Sonra Təbrizdə Göy məscid 1465. Marağa rəsədxanasının inşa edilməsi. Marağa rəsədxanası bu 1279-dur. Gülüstan qalasının inşa edilməsi bu da 12-ci əsrdir. 12-ci əsr. Deməli necə olacaq bu? Biz görürük ki, burada baxın, ilk baxışda, məsələn, 3 ilə 4-ün yerinin dəyişməsi görünə bilər. Lakin baxanda, diqqətlə baxanda, belə testlərdə mütləq hamısına baxmaq lazımdır. Yəni, çox adam elə 3-ə baxır, 4-ə baxır, deyir elə 3 ilə 4-dür. Xeyr, burada 5 ilə 3-ün yeri dəyişməlidir. Yəni, 5, bax bu 5 gəlir bura, burada olur 12-ci əsr. Bu 1465 də gəlir axıra, yəni 5-in yerində olur 1465. Yəni 3 ilə 5-in yeri dəyişməlidir. Ona görə cavab burada A bəndidir. A bəndi düzgün cavabdır. A bəndi. Sonra keçdik 35-ci suala. Baxaq bir dəqiqə. 35. 35-ci sual. Uyğunluq pozulmuşdur. İlk dünya səyahətinin baş verməsi bu Portuqaliyaya aid deyil, bu İspaniyaya aiddir. Fernand Magellan. Daha sonra qalxan pulunun tətbiq edilməsi, qalxan pulu İngiltərədə tətbiq edilir. Bəli, bu düzgündür. Bizə isə düzgün olmayanlar lazımdır. Yəni pozulmuşdur soruşur. 1. Birləri biz götürürük. Birləri. 2-yə heç baxmırıq əslində. 3-ə baxıram. Qranada əmirliyinin işğalı İspaniyaya aiddir. Pozulanı soruşduğuna görə burada biz 4 götürəcəyik. Çünki Anglikan kilsəsi Fransaya aid deyil, bu İngiltərəyə aiddir. 36. Mətndə haqqında bəhs olunan Səfəvi hökmdarlarını müəyyən edin. Mən bir şey sizə bildirim. E, Hal-hazırda sizin burada kommentlərdə də görürəm. Mənə şəxsdə də yazırsınız. WhatsApp-a, ondan sonra Instagram-a ki, niyə görə videolar çox olmur filan. Bununla bağlı bir qısaca açıqlama verim ki, mən həddindən artıq, yəni bizim komanda bu aralar biraz məşğuldur. E, Və ona görə az-az videolar qoyduğumuza görə bizi üzürü sayın və həddindən artıq da gərgin və yorğun oluruq deyə ona vaxt qalmır. İndi də əslinə qalsa mən OTK ilə bağlı sınaqları izahını verməyə düşünmüşəm və verirəm də. Lakin ola bilər indi yorğunluqla əlaqədar gözdən nəsə qaçar. Məsələn, pozulmuşdur yerinə
aid olanı götürərik. Onu dərhal siz kommentdə qeyd edin. Komment bölməsində qeyd edin. Hansı sualla sizin narazılığınız varsa, hansı suala sizin deyək ki, qeyd edirsiniz ki, mən orada səhv qeyd eləmişəm, ola bilər. Mən etiraz eləmirəm. Onu şərh bölməsində qeyd edərsiniz. Biz baxarıq o suala. Mətndə haqqında bəhs olunan Səfəvi hökmdarını müəyyən edin. Səfəvi və Osmanlı müharibələrinin başa çatması ilə Azərbaycanda sakitlik yarandı, təsərrüfat həyatı dirçəlməyə başladı. E, yəni burada elə müharibələrin başa çatması deyəndə Şah Səfi nəzərdə tutulur da. 1639-da Şah Səfi idi hakimiyyətdə. Elə ilk cümləni oxuyandan sonra biz bilirik ki, Şah Səfidir. Sonra 37-ci sual. 1175-ci ildə Şəmsəddin Eldəniz və xanımı Möminə xatunun ölüm xəbərini alan böyük oğlu Məhəmməd Cahan Pəhləvan Naxçıvana gələrək orduya, xəzinəyə və taxtaca sahib çıxdı. Məhəmməd Cahan Pəhləvan paytaxtı Həmədana köçürdü. Daha sonra nöqtə-nöqtə şəhərini Ağsunqullərin əlindən aldı. Azərbaycan Varani idarəçiliyinin qardaşı Qızıl Arslana tapşırdı. Qızıl Arslanın iqamətgahı bu şəhərdə idi. Söhbət Təbriz şəhəridir. Təbriz də bu xəritədə 1-ə oxşuyur burada. Yəni bu xəritə biraz yaxşı düşməyib. 1-dir cavab burada yəqin ki, cavab C-dir. 38. Saci və Salari dövlətlərindən fərqli olaraq Şəddadilər dövləti. Saci və Salarilərdən fərqli olaraq Şəddadilər dövləti deməli bütün Azərbaycanı əhatə edirdi, səhvdir. Səlcuq dövləti ilə müqavilə imzalayıb. Bəli, cavab elə B-dir burada. Çünki Saci və Salari Səlcuqu görməyib. Cavab B-dir. Sonra 39. Qədim Çində Xan sülaləsinin hakimiyyəti dövrünə aiddir. Xan sülaləsi dövründə bəli, Koreya işğal edilib. Koreya, Vyetnam işğal edilib Xan sülaləsi dövründə. 40. Azərbaycanın 7-9-cu əsrlər tarixi üçün səciyyəvi idi. Yəni dolayı sözlə burada həm Sasani dövrünün sonu, həm də Ərəb xilafət dövrü nəzərdə tutulur. Albaniyanın yeni sülalə tərəfindən idarə edilməyə başlanması bəli, bir aiddir, deyir, səciyyəvidir. Bir aiddir. Bir olmayanları çıxıram. Şərt torpaq sahibliyinin mövcud olması. Bəli, bu da aiddir. Elə cavab 1-lə 2-dir. Arşakilərin hakimiyyətə son qoyulması bu 6-cı əsrin əvvəllərindədir. Məzdəkilər də deməli o 5-6-cı əsrlərdə baş verib. Cavab burada Y olur. Növbəti suala keçək. Deməli 41-ci sual nə deyir burada? İstanbul müqaviləsi 1724-ə aiddir. Bu Rusiya ilə Osmanlı arasında bağlanan müqavilədir. Səfəvi dövləti Osmanlı arasında imzalanması bu orada Bağdad müqaviləsidir. Səfəvinin Osmanlı arasında bağlanan bir də Kirmanşahdır. Bu ola bilməz. Rusiyanın Xəzəryanı vilayətləri tamamilə tərk etməsidir. Bu Gəncə müqaviləsidir. Kürdən cənubdakı Xəzəryanı torpaqların Səfəvilərə qaytarılması. Kürdən cənubdakı Xəzəryanı torpaqların Səfəvilərə qaytarılması bu Rəşd müqaviləsidir. Araz çayının Səfəvilər Osmanlı arasında sərhəddə çevrilməsi bu Kirmanşahdır. Azərbaycanın böyük hissəsinin Osmanlılara verilməsi. Azərbaycanın böyük hissəsi Osmanlılara verilib, bəli. Bu müqavilənin nəticəsində yeri gəlmişkən o elə 1590 İstanbul müqaviləsi ilə də oxşarlıq təşkil edir. Sonra keçdik 42-ci suala. Səlib yürüşlərinə, 4-cü Səlib yürüşünə aiddir. Konstantinopol şəhərinin dağıntılara məruz qalması. Cavab elə A-dır burada. Sonra gəldik burada 43-ə. Qədim Romanın eradan əvvəl 5-ci əsr tarixinə aiddir. Romanın eradan əvvəl 5-ci əsr tarixi nə olacaq burada? 12 lövhə qanunlarının verilməsi. Cavab D-dir. Bu da mən belə görürəm ki, DİM-in 20 sınağından götürülmüş sualdır. Eyni sual var orada. D bəndidir. Sonra gəldik 44. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 16-cı əsrin ikinci yarısı, 17-ci əsrin birinci yarısı. Deməli, baxaq. Dövlətin inzibati cəhətdən bəylərə bölünməsi. Bəli, bu oxşarlıq dərəcisinə. Deməli, mən 3-də A-lara baxıram. Bunu çıxdım. Tamğa vergisinin mövcud olması. Bu 16-cı əsrin ikinci yarısına aiddir. Çünki 1565-ə qədər mövcud olub. Deməli, 1-də B olacaq. Bir də B variantı burada var. Deməli, cavabım elə budur. Baxaq, Sufyan döyüşünün baş verməsi. Bəli, 1585. Amma bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Bir dəqiqə. 17-ci əsrin birinci yarısı deyir. 16-cı əsrin ikinci yarısı deyir. Sufyan döyüşünün baş verməsi hər ikisində olacaq. Hər ikisində olacaqsa AY olmalıdır. Ha, o zaman burada bəs bu nədir? Bu, biraz elə qarışıq düşüb, görünmür. Biraz qarışıq düşüb burada da, yəni çotki görsənmir də.
Ona görə elə cavab D olacaq burada. Bəli, baxıram. A, Y. Hə, Y-dir. Bu da Y-yə oxşuyur. A, Y-dir. A, Y onda bu C-dir də. Dövlətin paytaxtının köçürülməsi. Bəli, 17, amma bir dəqiqə. 1B, hə də düzdür də. Dövlətin paytaxtı köçürülübdür. BC olacaq burada. Deməli 1BC. Ona görə həmişə yoxlayın. Çıxdaş eləyəndən sonra həmişə yoxlayın. Deməli, birinciyə aiddir. Tamğa vergisinin mövcud olması, bəli, 1565-ə qədər mövcud olub. Sonra dövlətin paytaxtı köçürülüb 16-cı əsrin ikinci yarısında düzdür. Biraz hərflər çətin oxunur, ona görə çətinlik çəkdik. Şah II Abbas tərəfindən idarə olunması. Bu, deməli, həm birinci, həm ikinci yarısında olduğuna görə elə gəlir bura. 2D 1642-dən başlayaraq hakimiyyətdə olub da. Sufyan döyüşü isə hər iki dövrdə olub. 3AY olur. Sufyan döyüşü hər iki dövrdə olub. Həm 16-cı əsrin ikinci yarısında, həm də 17-ci əsrin birinci yarısında 1605-ci ildə. 1585 və 1605. Cavab D-dir burada. Sonra Ərəb dövləti Əməvi və Abbasi xəlifələrin dövründən fərqli olaraq ilk xəlifələr dövründə neyniyiblər? Hər üç dövrdə Xəzərlərlə müharibə aparıblar. Yəni həm ilk xəlifələr, həm Əməvi, həm Abbasi. Albaniya dövləti ilə diplomatik münasibətlər Əməvilər yaradıb. Sasaniləri süquta uğradan, bəli, ilk xəlifələrdir. Cavab C-dir burada. Sonra gəldik 46-cı sual. Azərbaycanın 18-ci əsrin son rübü tarixinə aiddir. Son rübü. Azərbaycanın 18-ci əsrin son rübü tarixinə aiddir. Nə olacaq? Bu yəni Rusiya imperiyasının hücumuna məruz qalması, bəli, 1796-cı ildə Rusiyanın hücumuna məruz qalıb. Cavab budur. O birilərin heç biri aid deyil. 47 daş dövrünə aiddir. Nə daş dövrünə aiddir? Siklopik tikililərdir, xış əkinçiliyidir, boyalı qablardır. Sənətkarın müstəqil sahəyə çevrilməsi bu Tunc dövrünə aiddir. Amma ilk sənətkarlıq sahələrinin yaranması, bu isə toxuculuq, göndərişləmə falan bunlar Neolit dövründədir. Cavab C-dir. 48. Teymurilər dövlətinin hökmdarları Əmir Teymur, Sultan Şahrux. Qaraqoyunlu dövlətinin asıla salınması bu Əmir Teymura aid ola bilməz, səhvdir. Səhv sualdır bu, yəni səhv sözdür. Bir A-nı buradan çıxdıq. Sonra Qızıl Ordu dövlətinin məğlub edilməsi. Bəli, Əmir Teymur Qızıl Ordunu məğlub eləyib. Ona görə bunu da buradan çıxdıq. İndi C-yə baxıram. Əlincə qalasının fəth edilməsi bu da Əmir Teymura aiddir. Cavab elə Y olur burada. Yoxlayaq 2 AC-ni. Osmanlı və Qızıl Ordu dövlətləri ilə normal münasibətlər, bəli, Şahruxun dövründə idi. Herat müqaviləsi Əbu Səid imzalayıb, ona görə aid deyil. Dövlətin əvvəlki qüdrətinin yenidən canlanması, bəli, Şahruxun dövründə olub. 2 AC-dir. Sonra gəldik bura. Göstərilən döyüşlər aiddir. Sərdurud, Əsəd, Alaşkert. Bunlar Qaraqoyunlara aiddir. Qaraqoyunlara C bəndi. C bəndi. Qaraqoyunları axtarırdım burada. Bəli, C bəndi. Sonra 50. Sual 50-yə gəlirik. Uyğunluğu müəyyən edin. Birinci Rus-Qacar müharibəsi. Rus qoşunları məğlub olub. Qacar qoşunları məğlub olub. Birinci Rus-Qacar müharibəsində. Qarababada və Sultanbudda Rus qoşunları məğlub olublar. A, C. A, C. Bu yəqin ki Y-dir. Hə, C olar da. Çünki Y bəndi burada yoxdur axı. Hə, hər iki varianta baxırıq. Bu biri variantları çıxıram. İndi A-ya baxıram burada. Qacar qoşunları məğlub olublar Cavanbulaq döyüşündə. Bəli. Bir dəqiqə. Yox. Cavanbulaq döyüşü ikinci Rus-Qacar müharibəsi dövründə olub. Aslandüz döyüşü olmalıdır burada. Deməli A. Cavab burada A-dır. A-dır burada cavab. Sonra keçdik 51-ə. Calari hökmdarı Mərzban ibn Məhəmməd və Ağqoyunlu hökmdarı Uzun Həsənin fəaliyyətinə aid ümumi cəhət. Öz dövlətlərinin qüdrətli hökmdarları olmaları. Mərzban ibn Məhəmməd və Uzun Həsən. Özə deyir ümumi cəhət deyil. A bəndi ümumi cəhətdir. Bizdən ümumi cəhət olmayanı soruşur. Vahid halda birləşdirmələri. Bəli, Uzun Həsən vahid halda birləşdirməyib. Cavab B. Digərləri oxşar cəhətdir. Cavab B-dir. Sonra gəldik 52-yə. Manna dövlətinin mövcudluğu dövrünə aiddir. Mannanın mövcudluğu dövrü deyir. Burada nə olacaq? İskit padşahlığının yaranması olacaq. Bu da çeynənmiş sualdır. Dəfələrlə salınır testlərə. B bəndidir. Sonra keçdik 53-ə. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavab. Nə olacaq burada? 30 illik müharibə Avropada dini müharibələrin başa çatması. Bu düzdür. Bir düzdür.
Rekonkist hərəkatı protestantların dini azadlığının rəsmən tanınması. Rekonkist hərəkatının ona aidiyyatı yoxdur. O İspaniyada Pireneya yarımadasında ərəblərin çıxarılması üçün aparılan hərəkat idi. Pireneya yarımadasından. Almaniyada kəndi müharibəsi feodal qaydanın daha da sərtləşməsi. Bəli, 1 ilə 3-dür cavab burada. 1 və 3. Cavab oldu 1, 3. 54. Uyğun variantı göstərin. Uyğun variant. Nə olacaq burada? Səfəvi Ankara döyüşü Osmanlı ilə, xeyr, Ankara döyüşünü Səfəvi ilə Osmanlı yox, Teymur ilə Osmanlı aparıb. Dəndənəkan döyüşü Qəznəvi ilə Səlcuqdur. Bu düz. Ərəblərlə Xəzərlər eləməyiblər Poitiers döyüşünü, bu səhvdir. Bu ərəblərlə Franklar arasında olub. Fransa ilə İngiltərə arasında Azincourt döyüşü, bu düz. Ərəblə də Sasanilər arasında Bələncər döyüşü olmayıb. Deməli cavab oldu 2 ilə 4. Gəldi 55-ə. Əraziləri xəritədə fərqləndirilmiş xanlıqların ümumi cəhətini, yəni ümumi cəhətlərinə aiddir. Burada yəni Naxçıvanla İrəvandır, mən belə görürəm ki, fərqləndirilən. Əfşarlar tayfası tərəfindən yaradılması bu İrəvana aiddir. Bu səhvdir. Şəki xanlığına qarşı ittifaqda bəli Qızılqaya xəyanətində iştirak ediblər hər ikisi. Quba xanlığına birləşdirilməsi səhvdir. İki hakimiyyətliyin mövcud olması bu da səhvdir və Çuxurşad bəylərbəyində yaranması bu oxşar cəhətdir. Sonra keçdik 56-ya. 56. Burada baxaq 56-da nə deyir? Xronoloji ardıcıllığı müəyyən edin. Qutluq xanın Çin əsarətinə qarşı üsyanı. Qutluq xan Çin əsarətinə qarşı üsyan. Bu olub 682-ci ildə. Mütləq yazmaq lazımdır belə testlərdə. Kürşadın başçılığı ilə üsyan 639. Qərbi Roma İmperiyasının süqutu. Bu olub deməli 476. Ərəb zülmünə qarşı Xürrəmlər hərəkatı. Bu da olub məsələn 778. Həmişə xronoloji ardıcıllıqda ən başlanğıcı nə vaxt olubsa onu yazırıq. Deməli, burada necə qurulacaq? Qurun getsin. Yəni 3, 2, 1 və 4. 3, 2, 1, 4. Düzdür. Sonra gəldik. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Osmanlı dövləti. Bolqarıstanın fəthinin başa çatdırılması. Bu neçənci ildədir? 1396-da kimin dövründədir bunlardan? 1-ci Bəyazidin dövründə. Cavab 1Y. Misir Məmlük Sultanlığının süqutu. Bu Səlimin dövründədir. Ağqoyunlarla sülh müqaviləsi imzalanması. Bu isə Uzun Həsəndir. Uzun Həsən 2-ci Mehmedlə imzalayıb. 2-ci Mehmedlə imzalayıb. Başqa da bir burada oxşarlıq yoxdur. Deməli 1Y, 2A, 3C. Başqa da uyğun cavab yoxdur. Keçdik situasiya testlərinə. Baxaq situasiyaya. Nə deyir orada? Deyir ki, sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıq növbət tapşırıqda istifadə oluna bilər. Nəysə, keçdik Fətəli xan 18-ci əsrin 60-cı illərində bu xanlığı da Quba xanlığına birləşdirmək istəyirdi. Bu xanlığın mərkəzi ölkənin liman və xarici ticarət mərkəzlərindən biridir. Xanlıq iqtisadi əhəmiyyətinə baxmayaraq hərbi cəhətdən güclü deyildi. Bu qonşu xanlıqların hücumlarına şərait yaradırdı. Ona görə də bu xanlığın əhalisi Quba xanlığına birləşməklə şəhərin daha yaxşı müdafiə olunacağına ümid edirdi. Əhali həm də Fətəli xanın sənətkarı və ticarətin inkişafını himayə etdiyini bilirdi. Buna görə də öz xanlıqlarının Quba xanlığına birləşdirilməsinə tərəfdar idilər. Deməli, onda baxaq 58-ci suala. Mətndə verilmiş mətndə hansı xanlığın birləşdirilməsindən bəhs olunduğunu və bu xanlığın neçənci ildə Quba xanlığı birləşdiyini yazın. Bu çox güman ki, Bakı xanlığı nəzərdə tutulur. 60-cı illər deyirsə, liman deyirsə, bu Bakı xanlığıdır. Əhali də ona hörmət eləyirdi, bəli. 59. Tarixi bilgilərinizə əsasən Fətəli xan mətndə bəhs olunan xanlığı birləşdirərkən hansı siyasətdən, nigah diplomatiyasından istifadə edib? Nigah diplomatiyası. 60. Tarixi bilgilərinizə əsasən Qubalı Fətəli xanın fəaliyyətinin mənbədə göstərilməyən daha iki sahəsini yazın. Yəni, burada mənbədə hansılar göstərilir? Baxaq. Deyir ki, birləşdirmə siyasəti, düzdür, birləşdirmə siyasətindən danışır. Sonra burada birləşdirmə yaxşı müdafiə olunacağına, sənətkarı və ticarətin himayə eləməsindən danışır. Aydındırmı? Biz əlavə deyə bilərik, köçürmə siyasəti eləyib. Köçürmə siyasəti eləyibdir, bunu deyə bilərik. Və yaxud da islahatlar aparıb, vergi islahatı keçirib, bunu deyə bilərik. Bunları qeyd edə bilərik. Yəni, köçürmə siyasəti və vergi islahatının həyata keçirməsi. Bunları qeyd edə bilərik.
Belə hörmətli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Bir daha əgər bu video ilə bağlı hansısa suallarınız varsa, hamısını şərh bölməsində yazmanızı xahiş edirəm. Videoya əgər bəyəndinizsə, like düyməsini sıxın. Beləcə kanalımız spamdan çıxar və onu daha çox izləyici tapa bilər. Və belə videoların davamının gəlməyini istəyirsə, mütləq kanala abunə olun. Növbəti görüşlərə qədər.